Bu Vüsal da məndən borc alıb, aramızda da bir yazılı bir sənəd müqavilə heç nə yoxdur. Günü günə satır, bugün sabah. Mən bundan pulu necə alacağam, bunu necə sübut edəcəm ki, buna pul vermişəm. Görəsən bu WhatsApp-la yazışmalarımız işimizə yaraya bilər. Başqa şəxslərlə aranızda olan şifahi borc müqaviləsi, yəni aranızda heç bir sənəd olmadan şifahi şəkildə bağlanmışsa və müqavilənin rəsmi sənədi yoxdursa, WhatsApp yazışmaları vasitəsilə əgər bu hal sübuta yetirilirsə, bunlar məhkəmə mübahisəsi zamanı sübut kimi istifadə oluna bilər. Məhkəmənin və qanunvericinin mövqeyi bundan ibarətdir ki, Azərbaycanda əgər iki şəxsin arasında onlara məlum olan halla bağlı hansısa yazışma mövcuddursa və bu mübahisə eyni şəxslərin arasında məhkəmədə gedirsə, bu artıq gizlin bir məlumat sayılır və bunun aşkarlanması qanun pozuntusu deyil. Ona görə də belə hallarda narahat olmağa dəyməz. Məhkəmələr bu cür yazışmalara istər WhatsApp, istər digər mobil tətbiqlər üzərindən yazışmalarınızı sübut kimi istifadə etməyə imkan verəcəkdir. Bundan əlavə bilmək lazımdır ki, cinayət işlərində bunlar qəti şəkildə sübut kimi istifadə oluna bilməz. Belə hallar yalnız faktı təsdiqləyən hal kimi cinayət işinə əlavə oluna bilər.